Salam dostlar, bugünkü dərsimiz bugünkü dərslərimiz daha doğrusu, bugündən etibarən biz Vinci dərslərinə başlayırıq. Vinci dərsi bitəndən sonra biz artıq komplet bir dərs quracağıq, hansındakı Semantic Manager-ı birbaşa bizim Vinci SCADA sisteminə bağlayacağıq və ondan sonra keçəcəyik TIA Portal dərslərinə. Gəlin birinci Semantic Vinci-yə start verək. Kimdə yoxdursa, dostlar, yeni dediyim kimi Taskclass saytına müraciət edə bilərsiniz. Biz sizə virtual maşın təqdim edəcəyik və orada həm yoxluq hava, həm Semantic Manager, həm TIA Portalda işləyə bilərsiniz. Və kimdə varsa da dostlar, yəni özü işləyə bilər. Burada əsas momentlər hansıdır? Bəzilərini artıq tanış olmuşsunuz bu kompüterdə istifadə olan kompüterdə, hansında ki siz SCADA-nı açasınız. Burada bəzi parametrlər hansılar ki istəyirsiniz görsənsiniz, hansılar ki istəyirsiniz görsənməsin, onlar çıxacaq və ikinci məsələ deməli Tag Manager-dir. Burada mən artıq əlavə etmişəm Siemens-in driverlərini, çünki biz daha çox Siemens-lə işləyirik. Amma siz istəsəz, məsəl üçün, başqa bir PLC ilə işləyirsinizsə, burada məsəl üçün Armbird var, Mitsubishi var, Modbus üzərindən var, OPC. OPC ilə OPC UI haqqında əlavə dərslər olacaq. Orada həm fərqlərini göstərəcəm, həm praktiki dərs olacaq. İnternetdə simülatorlar var, onların üzərindən də göstərəcəm. Və burada biz nəyə baxacağıq? Burada siz baxırsınız ki, sizin PLC nə ilə qoşulub və siz PLC-ni artıq əd eləyəndən sonra siz burada olan taqlarını görəcəksiniz. Və biz bu dərsdə sizlə əlavə olaraq keçəcəyik, deməli, alarm logging-i. Alarm logging keçəcəyik sizlə, tag logging, sonra keçəcəyik sizlə, deməli, skriptlərin yazılması və gəlin indi birinci proyektimizi quraq. File, new və burada seçirik dostlar, single user project, multi user project. Single user project bir kompüterdə işləyən proyektdir. Multi project isə bizdə artıq, yəni client server arxitekturasıdır. Kim tanışdırsa, yəni serverdə əsas bizim Vinci-nin dəyişilməsi, PLC-nin proqramlaşdırılması gedir və klientlər buna qoşulur. Və client project birbaşa hər hansı bir serverə qoşulmaq üçündür. Yəni OPC ya OPC UI onun üstündə run olunur və siz oraya qoşulub taqları əldə edirsiniz. Dostlar, və gəlin burada single user project-da ok düyməsini basaq və project name-i qoyaq biz, deməli, Vinci lesson project deyək. Və saxlama yerini seçirsiniz burada dostlar və create basırıq. Və artıq burada dostlar bizim proyektimizin adı gələcək və burada yenə properties-i seçəndə dostlar buradan da dəyişə bilirik. Burada orijinal olaraq biz nəyi seçmişik o çıxır. Və istəsək dəyişə bilirik, yenidən hər hansı bir proyektə çevirmək istəyirsə bunu burada seçəcəyik. Burada əsas momentlər hansılar dostlar? Update cycle, yəni sizin bir siklın update-idir. Yəni məsəl üçün dəyişənlərin dəyişilməsi yaxud da dəyərin dəyişilməsidir. Bu update-ləri qoya bilərsiniz. Bir də nəyə baxmalısınız? Baxmalısınız ki, PLC-nin öz siklı ilə bu üst-üstə düşsün. Yaxud da ondan az olmasın. Çünki datalarda bəzi məlumatlar gecikə bilər. İkinci shortcutlardır. Bunlarla siz hər hansı bir funksiyanı çağıra bilərsiniz. Əlavə edə bilərsiniz. Biz burada heç nə etməyəcəyik. Hələ ki,
və option menüsü, option yox dostlar, bizə lazımdır operation mode. Bəli, burada yəni standartdır, siz özünüz run edirsiniz, yaxud da startup run'a qoya bilərsiniz, yaxud da Wins-ni servis kimi run etdirə bilərsiniz. Bunu basanda artıq username tələb olunacaq sizdə, yaxud da əlavə username əlavə edirsiniz servis üçün, hansı ki bu servisin administratoru və ona start verir. Və bizdə qaldı user interface. Burada dizaynı dəyişə bilirsiniz. Mən adətən heç nə dəyişmirəm, saxlayıram öz yerində. Və gəlin indi computer propertiesine də baxaq. Burada deməli server niyə çıxır dostlar? Çünki biz single seçmişik. Bizim kompüterimiz həm klient olacaq, həm server olacaq. Burada deməli adı seçə bilərsiniz. Server name olacaq, həm PC-nin adı eyni olacaq bizdə. Deməli ondan sonra dostlar gəlir startupa. Burada startupda biz seçəcəyik ki, hansı parametrlər servislə bir yerdə, yəni bizim Wins run olanda onlar bir yerdə həmən servisdə start olunsun. Bu menü ilə artıq siz bir dəqiqə, burayla siz artıq tanırsınız. Bəzi parametrlər var sizdə, bəzilərini biz Semantic Manager dərsimizdə əlavə edirdik, ya çıxırdıq oradan. Və bu aşağıda da dostlar siz bəzi deməli keylərin, knopkaların, keyboardda olan knopkaların yaxud da kursorun özünün aparmasını seçə bilərsiniz. Buna da əl vurmuram. Hər iki defaultda saxlayırıq. Və burada runtime'da dostlar bunlar daha çox skriptlərə aiddir. Bunu da saxlayırıq. Skriptləri keçəndə bunu da izah edəcəm və bu pəncərədə də hansı servislər start olanda biz artıq alarm var və tag logingi keçəndə onu da əlavə edəcəyik. Və dostlar bugünkü dərsimiz bu qədər. Gələn dərsdə biz artıq başlayacaq yavaş-yavaş qrafikada işləməyə. Bu dərsi də simulator üzərində eləyəcək. Yəni taglar bizdə aktiv olaraq işləyəcək. Mən onları göstərəcəm nətər Wins-nin deməli simulatorunu istifadə edirik. Nətər ki Semantic Manager'ın öz simulatoru var, Wins-in də tag simulatoru var, onu göstərəcəm və yavaş-yavaş işləyəcək. Lap axırda da artıq Wins-i və Semantic Manager bitəndən sonra biz böyle bir proyekt edəcəyik sizlə. Orada hamısını qarışdıracağıq. Wins-in də işləyəcəyik və Semantic Manager də işləyəcəyik. Və sonra dediyim kimi yavaş-yavaş keçəcəyik sizdən TIA portala. Çox sağ olun dostlar, təşəkkür edirəm hamınıza. Və bir də like qoymağı, əgər videonu bəyəndinizsə like qoyun və kanala abunə olmağı yaddan çıxartmayın.